Salam, hər vaxtınız xeyir olsun. Əziz kanal izləyiciləri və əziz 10-cular. Bugün sizlərə 10-cu sinif riyaziyyat böyük summativ qiymətləndirmə 2 variant B-də olan test nümunələrinin izahını sizinlə paylaşacağam. İzaha keçməzdən əvvəl sizinlə qısa bir elanı paylaşım ki, bizim yeni tədris ili üçün 5-11-ci siniflər üzrə onlayn hazırlıq qruplarımız mövcuddur. Dərslər haqqında ətraflı məlumat almaq üçün aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq sualların izahına. Birinci sualda yazıb ki, üstü funksiya ilə bağlı bir sualdır, üstü tənliklər daha doğrusu. 2 üstü x bərabərdir 64 tənliyindən x-i tapın. Biz bunu yazsam ki, 2 üstü x bərabərdir 64-ü bilirik ki, 64 2 üstü 6 deməkdir. Əsaslar eyni olduqlarına görə qüvvət üstləri də bir-birinə bərabər olmalıdır. Ona görə buradan x bərabər olur 6-ya. Və yaxud da bunu başqa cür x bərabər olacaq loqaritm 2 əsasından 64-ə. Və loqaritm 2 əsasından 64-ün qiyməti də yenə 6-ya bərabər olur. Birinci sualda cavabımız olur B variantı. İkinci sualda yazıb ki, ifadənin qiymətinin dərəcə ilə ifadə edin. Yazıb ki, arkotangens kök 3 bölünsün 3. Məndən bunun kotangens kökdə 3 bölü 3-ü neçə dərəcədə aldığı soruşulur. Kotangens kök 3 bölünsün 3-ü də 60 dərəcədə alır. Bunun cavabı bərabər olur 60 dərəcə. Cavab C variantı. Üçüncü sualda yazıb ki, paralelipipedin bütün xətti ölçüləri 2 dəfə azalarsa həcmi necə dəyişər? Biz bilirik ki, paralelipipedin həcm düsturu eni vur uzunluğu vur hündürlük düsturundan hesablanır. Eni vur uzunluq vur hündürlük düsturundan hesablanır. İndi həm bunun enini, həm uzunluğunu, həm hündürlüyünü 2 dəfə azaltsaq, həcmi aydın məsələdir ki, həm eni ilə, həm uzunluğu ilə, həm də hündürlüyü ilə düz mütənasib olur. Həcmi 2-nin kubu dəfə, yəni 8 dəfə azalacaqdır. Cavab olur D variantı. Dördüncü sualda yazıb ki, piramidanın yan səthinin sahəsi hansı düsturdan hesablanır? Piramidanın yan səthinin sahə düsturu 2-də 1 P vurulsun H düsturundan hesablanır. 5-ci suala baxaq. Kotangens x bərabərdir kökdə 3 tənliyinin 0 pi bölü 2 parçasında neçə kökü vardır? Kotangens kökdə 3-ü 30 dərəcədə alır. 30 dərəcədə alırsa bir də alacaq bir dənə kökü. Yəni 0 pi bölü 2 aralığında bunun bir dənə kökü vardır. Cavabımız olur B variantı. Davam edək 6-cı sualdan. 6-cı sualda yazıb ki, yan tili 5 sm olan kubun tam səthinin sahəsini hesablayın. Biz bilirik ki, kub bütün tilləri bir-birinə bərabər olan bir paralelipipeddir. Bütün tilləri bir-birinə bərabər olan. Şəkil olaraq təsvir etsək, bu bizim kub olsun. Kubun indi bizə deyir ki, yan tili 5 cm-dir. Onda bütün tilləri 5 cm olacaq. Məndən bunun tam səthinin sahəsini istəyir. Kubun tam səthinin sahəsi bərabər olur 6a kvadratına. Yəni kubun bütün üzü kvadratdır və bir kvadratın bir üzünün sahəsini tapmaqla 6 üzü olduğuna görə 6-ya vurub mən tam səthinin sahəsini tapmış oluram. 6 vurulsun 5-in kvadratı cavabımız olur 150 kvadrat santimetr. Cavab C variantı. 7-ci suala baxaq. Y bərabərdir mənfi 5 üstü x üzərinə gəl 21 funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Biz bilirik ki, hər hansı bir istənilən funksiyanın qrafiki ordinat oxunu kəssəndə x 0-a bərabər olur. Yəni buradan y bərabərdir mənfi 5 üstü x üzərinə gəl 21 funksiyasında x-i 0 götürməliyik. Çünki ordinat oxunu kəsdiyi nöqtədə x 0 olur. Y-imiz də bərabər olacaq mənfi 5 üstü 0 üzərinə gəl 21-ə. Mənfi 5 üstü 0-ın qiyməti 1-dir. 1-in üzərinə də 21 gələnə cavabımız olur 22. Deməli, ordinat oxunu kəsdiyi nöqtənin koordinatları 0, 22 olacaqdır. Cavabımız A variantı. 8-ci suala baxaq. 8-ci sualda loqaritmik tənliklə bağlı bir sualdır. Loqaritm 2 əsasından x plus 1 bərabərdir 4-ə. Buradan x plus 1 bərabər olacaq 2 üstü 4-ə və x plus 1-in qiymətinin 16 olduğunu alırıq buradan. Əgər x plus 1 cəmi 16-ya bərabərsə, x-imiz buradan 15-ə bərabər olur. 9-cu suala baxaq. Düzbucaqlı paralelipipedin oturacağının tərəfləri 6 cm və 8 cm, hündürlüyü 15 cm olarsa, diagonal kəsiyinin perimetrini tapın. Deməli, belə bir paralelipiped gəlin təsvir eləyək əvvəlcə. Bu bizim paralelipipedimiz olsun. Bunun görə diagonal kəsiyi hansı şəkildə olur? Bu bizim paralelipipedimiz olsa, bunun diagonal kəsiyi baxın bu şəkildədir.
bu qırıq-qırıq xətlərlə göstərdiyim hissə bu paralelipipedin diaqonal kəsiyidir. İndi oturacağın tərəfləri 6, 8-dir. Bilirik ki, paralelipipedində düzbucaqlı paralelipipedin oturacaqları düzbucaqlıdır. Burada olur 6 və bu qırıq-qırıq xətlərlə göstərdiyim bu diaqonal, yəni oturacağın diaqonalı 10 olur. Pifagora görə, düzbucaqlı üçbucağa görə. Daha sonra hündürlüyü də bizə 15 sm verilib. Bu diaqonal kəsik bir düzbucaqlıdır. Mən həmin o düzbucaqlının perimetrini tapmaq istəsəm, buna gəlin belə deyək. L, M, N, K dörtbucaqlısı deyək. L, M, N, K. Onun perimetri bərabər olacaq 2 vurulsun 10 plus 15. Bu da bərabər olur 2 vurulsun 25. Cavabımız olur 50 sm. Cavab burada D variantı olur. Daha sonra 10-cu suala baxaq. 10-cu sual trigonometrik tənliklərlə bağlı bir sualdır. Yazıb ki, sinus x plus pi bölü 4 bərabərdir 1 tənliyini həll edin. Bu xüsusi haldır. X plus pi bölü 4 bərabər olmalıdır. Sinus 1'i alır neçə dərəcədə? 90 dərəcədə. Yəni pi bölü 2 plus 2 pi k-da. Və buradan x-in bərabər olacaq. Pi bölü 4'ü sağ tərəfə keçirəndə pi bölü 2 çıxılsın pi bölü 4 üzərinə gəl 2 pi k olur. Pi bölü 2'dən pi bölü 4'ü çıxanda deməli olacaq pi bölü 4 və üzərinə gəl 2 pi k. Cavabımız olur pi bölü 4 üzərinə gəl 2 pi k, k-mıza daxildir z tam ədədlər çoxluğuna. 11-ci suala baxaq. 11-ci sualda yazıb ki 6x üstü 3'də 1 üzərinə gəl 19 bərabərdir 49 tənliyini həll edin. Tənliyimizi əvvəlcə buradan köçürək. 6x üstü 3'də 1 üzərinə gəl 19 bərabərdir 49'a. Buradan əvvəlcə 6x üstü 3'də 1'in qiymətini tapsaq 49'dan 19'u çıxaram 30'a bərabər olacaq. X üstü 3'də 1'imiz də bərabər olmalıdır 30 bölü 6, 5. X üstü 3'də 1 3-cü dərəcədən kök 6x deməkdir. Bu bərabər olur 5'ə. Hər tərəfin kuba yüksəlsə x bərabər olur 5'in kubuna, yəni ki 125'ə. Cavabımız olur burada 125. 12-ci suala baxaq. 12-ci sualda belə bir bərabərçilik verilib bizə. Yazıb ki, x çıxılsın 5 vurulsun loqaritm 3 əsasından x plus 1 kiçikdir 0 bərabərsizliyinin tam həllərinin cəmini tapın. Əvvəlcə biz bu bərabərsizliyin sol tərəfini sıfıra çevirən qiymətləri taparıq. Birinci kökümüz x çıx 5'i sıfıra bərabərləşdirəndə 5 olur. Digər tərəfdən də loqaritm 3 əsasından x plus 1'i sıfıra bərabərləşdirməliyik ki, buradan x plus 1 cəmi bərabər olur 3 üstü sıfıra. X plus 1 bərabər olur 1'ə. İkinci kökü də tapırıq ki 0'mış. Və bu tapdığımız kökləri ədəd oxunda qeyd eləsək 0 və 5'i. 0 və 5. İntervallar üsulu ilə həlləsək bunu 6'dan 5'dən böyük bir qiymət verəndə, 6 verəndə müsbət olur. 0-5 aralığında bir qiymət verəndə mənfi olur. 0'dan kiçik bir qiymətlər də verəndə yenə nə olacaq? Müsbət olacaqdır. Müsbət olacaqdır. Bizə indi 0'dan kiçiklər lazımdır deyənə, bizə əsas bu 0-5 aralığı lazım olur. 0-5 aralığı. Məndən də bu bərabərsizliyin tam həllərinin cəmini soruşurdu. Bunun tam həllərinin cəmi olacaq 1 plus 2 plus 3 plus 4. Cavabımız olur 10. Davam edək 13-cü sualdan. 13-cü sualda yazıb ki, düzgün üçbucaqlı kəsik piramidanın oturacaqlarının sahələri 7 sm və 28 sm, həcmi 98 kub sm olarsa hündürlüyünü tapın. Ümumiyyətlə piramidanın, kəsik piramida nədir? Kəsik piramida baxın, düzgün üçbucaqlı kəsik piramidanın oturacaqların sahəsi. Yəni oturacaq, birinci oturacağımız 7 kvadrat santimetrdir. İkinci oturacağımız da 28 kvadrat santimetr bizə verilib və həzmi də 98 kub santimetrdir. Məndən bu kəsik piramidanın hündürlüyünü soruşur. Kəsik piramidanın həzm düsturunu yazsaq, kəsik piramidanın həzm düsturu V bərabər olur 3'də 1 mötərizədə birinci oturacağın sahəsi, üzərinə gəl kök altda bunların sahələri hasili, üzərinə gəl ikinci oturacağın sahəsi və vurulsun h. Bu bərabər olmalıdır 98'ə. Hər tərəfini 3'ə vursam, olacaq S1'imiz də 7'dir. 7 üzərinə gəl kök altında 7 vur 28, üzərinə gəl 28, vurulsun h bərabər olmalıdır 3 dəfə 98 olur 294. Mötərizənin içərisini hesablasaq olacaq 35 üzərinə gəl kök altında 196, mötərizəni bağla vurulsun h-ə bərabər olmalıdır 294'ə.
Buradan 35 üzərinə gəl. 14 vurulsun h bərabər olur 294-ə. 49 h-ımız. Əgər 294-isə h-ımız bərabər olur neçəyə? 294-ü biz bölməliyik 49-a. 294 də 49-a böləndə 6 dəfə bölünür, hündürlüyümüz də olur 6 sm. Cavabımız burada 6 sm. Bu da 13-cü sualın həlli. 14-cü suala baxaq. Yazıb ki, uyğunluğu müəyyən eləyin. Bizə 3 dənə tənlik verilir və hər bir tənliyə uyğunluğu müəyyənləşdirməliyik. Birinci tənliyimiz bu şəkildədir. Yazıb ki, 4 üstü x plus 2 bərabər olmalıdır 7 üstü 3x plus 6-ya. Bu, o zaman bir-birinə bərabər olacaq ki, bunların qüvvət üstləri hər ikisi 0 olsun. Yəni, x plus 2-ni də 0-a bərabərləşdirəcəm. x1-i tapıram mənfi 2. Tapdığımız mənfi 2. Həmçinin bu 7-nin qüvvətini də 0-a çevirdiyinə görə mənfi 2 bu tənliyimizin kökü olur. 1-ə gedir, bir kökü var. Həm c gedir, həm də d gedir. Daha sonra, ikinci varianta baxsaq, 4 üstü x plus 1-dir, bərabərdir 2 üstü 2x plus 5-ə. Mən 4-ü yazacam 2-nin kvadratı üstü x plus 1, bərabər olmalıdır 2 üstü 2x plus 5-ə. Bu alınır ki, 2 üstü 2x plus 2 bərabər olmalıdır 2 üstü 2x plus 5-ə. Əsaslar eyni deyənə qüvvət üstləri də bərabər olmalıdır, amma 2x plus 2 heç zaman 2x plus 5-ə bərabər olmur. Ona görə də bunun kökü yoxdur. A variantda gedir buna. Üçüncünü də buranı silək. Üçüncü variantı da sağ tərəfdən yazaq. Tənliyimiz bu şəkildədir. 2 üstü x kvadrat plus x bərabər olmalıdır 8 üstü x plus 1-ə. Bunu da 8-i 2-nin kubu üstü x plus 1 şəklini yazacağım. Buradan 2 üstü x kvadrat plus x bərabər olmalıdır 2 üstü 3x plus 3-ə. Əsaslar eyni deyənə qüvvət üstləri də bərabər olmalıdır. Bunları bərabərləşdirib həll eləyərik. Buradan x kvadrat çıx 2x çıx 3 bərabərdir 0-dır. Bunu vurğulara ayıranda x minus 3 x plus 1 şəklində ayrılır. Bərabərdir 0. Bir kökü 3 olur. İkinci kökü də mənfi 1 olur. Bizim deməli 2 müxtəlif kökümüz oldu. B variantı. X bərabərdir mənfi 1 bu tənliyin köküdür. Bəli, Y variantı da 3-ə gedir. 15-ci suala baxaq. Yazıb ki, düzgün tetraedrin yan səthinin sahəsi S olarsa uyğunluğu müəyyən edin. Düzgün tetraeder nədir? Düzgün tetraeder oturacağı düzgün üçbucaq olan piramidadır. Və onun yan səthinin sahəsi belə bir düsturla hesablanır. S bərabərdir 3a kvadrat kök 3 bölünsün 4 düsturu ilə. Əgər birinci variantda bunu bizə 12 kök 3 veri bilərsə, mən buradan 3a kvadrat kök 3-ün 48 kök 3 olduğunu alıram. Kök 3-lər ixtisar aparandan sonra a kvadratımız bərabər olur 16-ya, a'mız da bərabər olur 4-ə. Tapdığımız a bu piramidanın tilidir. Tam səthinin sahəsini istəyir. Həmin o piramidanın tam səthinin sahəsi isə oturacağının sahəsi ilə yan səthinin sahələri cəminə bərabər olacaqdır. Oturacağın sahəsi də, düzgün piramidanın oturacağı da düzgün üçbucaq olduğuna görə a kvadrat kök 3 bölünsün 4 düsturu ilə hesablanır. Bunu da yerinə qoysaq olur neçə? 4-ün kvadratı kökü 4 kök 3 olur. 4 kök 3 olur. Yan səthimin sahəsi də 12 kök 3 idi. Bunların cəmi olur 16 kök 3 B variantı. Tilinin uzunluğu 16 olan olmadığına görə başqa variantda getmir. Sonra ikinci variantda yan səthinin sahəsini 108 kök 3 veriblər bizə. 108 kök 3 veriblər bizə. Buradan fikir versək, oturacağın sahəsi birinci yerdə yazdığımı düstürəsən görürəm ki, 3 dəfə kiçik olur yan səthinin sahəsindən. Ona görə olacaq 36 kök 3 və tam səthinin sahəsi də bərabər olur nəyə? 144 kök 3-ə. Buna da gedir A variantı. Tilinin uzunluğunu da tapsaq, oturacağın sahəsi a kvadrat kök 3 böl 4-dür. Buradan a kvadrat kök 3 bərabər olur 144 kök 3-ə. Buradan kök 3-lər ixtisar gedəndən sonra a kvadratımız bərabər olur 144-də. A'mız da bərabər olur 12-ə. Deməli, tilimiz də 12-dir. C variantı da buna gedir. Üçüncüdə yan səthinin sahəsi bizə 300 kök 3 verilib. 300 kök 3 verilib. Onda oturacağın sahəsi 100 kök 3-dür. Tam səthinin sahəsi də ki, olur 400 kök 3. Amma belə bir variant olmadığına görə biz tilini tapmalıyıq. Tili də ki, oturacağın sahəsi yenə a kvadrat kök 3 böl 4 olur. Buradan a kvadrat kök 3-ü tapıram ki, 400 kök 3-dür. Kök 3-lər ixtisar gedəndən sonra a'mız da bərabər olur 20-yə. D variantı da gedir 3-cü. Belə, suallarımız bitdi. Əgər izahımızı bəyəndinizsə, videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.